Değerli izləyicilər, Azərbaycan dili ədəbiyyatı müəllimləri və ibtidai sinif müəllimləri, o cümlədən abituriyentlər və şagirdlər, MİQ və sertifikasiya mətnləri silsiləsindən 21-ci mətnimizin sualı ilə tanış olaq, sonra isə mətnimizlə. Mətnə əsasən cədvəldəki uyğunsuzluğu müəyyən edin. 1. Bistani və Lord Teşlit dünyanın ən varlı adamları olublar. Faktdır. 2. Xoşbəxtlik zənginliklə bağlı deyil, qənaətdir. Sən saydığın say, gör fələyinə sayır. İdeyadır. 4. Lordun ölümü öz ehtiyatsızlığı ucbatından olmuşdur. İndi isə mətni sizin üçün səsləndirirəm. Livanın ən varlı adamı Bistani, Beyrutun ən hündür nöqtəsində bir təpədə özü üçün möhtəşəm bir məzar tikdirmiş və vəsiyyət etmişdir ki, orada dəfn olunsun. Bir gün Bistaninin şəxsi təyyarəsi dənizə düşdü. Milyonlara başa gələn axtarışlardan sonra təyyarə tapıldı. Cəsədi isə yox. Lord Teşlit də İngiltərənin ən varlı adamlarından biri idi. Bir gün xəzinəsi olan otağın qapısı üzünə qapanır. Otaq xüsusi şəkildə inşa edildiyi üçün səsini heç kimə çatdıra bilmir, aclıqdan və susuzluqdan ölür. Livanın ən varlı adamı Bistani, Beyrutun ən hündür nöqtəsində bir təpədə özü üçün möhtəşəm bir məzar tikdirmiş və vəsiyyət etmişdir ki, orada dəfn olunsun. Bir gün Bistaninin şəxsi təyyarəsi dənizə düşdü. Milyonlara başa gələn axtarışlardan sonra təyyarə tapıldı. Cəsədi isə yox. Lord Teşlit də İngiltərənin ən varlı adamlarından biri idi. Bir gün xəzinəsi olan otağın qapısı üzünə qapanır, otaq xüsusi şəkildə inşa edildiyi üçün cəsədini heç kimə çatdıra bilmir. Acılıqdan və susuzluqdan ölür. Mətni dinlədiniz, videonu saxlayırsınız, sualı cavablandırırsınız. İndi isə mən sualın sizə oxu variantının göz önünə getirirəm. Yəni, bu məqamda da siz videonu saxlayırsınız, sualı cavablandırırsınız. Həm şifahi dinləyib, dinləyərkən necə cavablandırdığınıza, həm də oxuyarkən necə cavablandırdığınıza diqqət edirsiniz. İndi isə 20-ci mətnimizin sualını şərh edirəm. Mətnimizi bir daha səsləndirmək istəmirəm. Birbaşa cavablara keçirəm. Deyir, Ayasofya 3 dəfə tamam başdan inşa edilib. Bu fikir doğrudur. Niyə? Bir dəfə, birinci dəfə 360-cı ildə Konstantinin əmri ilə tikilib. 404-də yanğın nəticəsində deyir ki, heç bir əsər əlamət qalmayıb. Bu dəfə İmperator Theodosius tərəfindən tikilib. Bu 2. 532-ci ildə isə məbəd bütünlüklə dağıdılıb və məbəd nəhayətdir. Məbəd 537-ci illərdə İmperator Justinian tərəfindən 5 il 10 ay ərzində elə həmin yerdəki indiki məbədi inşa etdi. İndiki məbədi inşa etdik deyəndə belə çıxır ki, daha məbəd 4-cü dəfə inşa edilməyib. Sadəcə məbəd sonradan bərpa olunub, çünki qülləsi uçduğuna görə. Deməli, məbəd 3 dəfə tamam başdan tikilib, fikir doğrudur. Həm təbiət, həm də insan təxribatına məruz qalıb, yəni dağıdılmasına məruz qalıb. İnsan tərəfindən dağıdılması, məsələn, 532-ci ildə deyil, məbəd bütünlüklə dağıdılıb. Sözsüz ki, burada insan adı faktoru keçməsi də insanlar tərəfindən dağıdılıb. Bir də deyir ki, 553, 57, 58-ci il zəlzələləri nəticəsində də qüllə uçub. O deməkdir ki, həm də təbiət təxribatına məruz qalıb. Birinci fikirdə düzdür, ikinci fikirdə 3 hökmdar tərəfindən tikilib. Konstantin, Theodosius, bir də Justinian. Bu da düzdür. 1, 2, 3 doğru variantımız C. 4-dən 5-in səhv olduğuna baxaq. Bir sonuncu dəfə İmperator Justinian tərəfindən bərpa edilib. Sonuncu dəfə 558-ci il zəlzələsindən sonra qüllə 4 ilə bərpa olunub. Amma bu dövrdə Justinian yaşayırdı, yaşamırdı. Justinian bərpa elədib, elətməyib. Bu barədə mətndə heç nə yoxdur. Bir onu bilirik ki, 532-37-ci illərdə Justinian tərəfindən tikilib. Onda Justinian sağ idi, sağ deyildi. Biz bunu mətndən aydınlaşdıra bilmirik. Sonra deyir, 2 dəfə qəsdən məhv edilib. Bir dəfə 532-ci ildə qəsdən məhv edildiyini bilirik. Amma yanğın nəticəsində
məhv olan kilsənin qəsdən yandırıldığımı, yoxsa təsadüfən od tutub yandığımı biz bunu mətndən bilmirik. Ona görə 5-ci fikri doğru olduğunu söyləyə bilmərik. Ola bilər ki, bu ehtimal ola bilər. Ona görə 4 və 5-ci variantlar səhvdir. Doğru cavab 1, 2, 3. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənim üçün nə mutlu.